Sonuncu dəfə sentyabr ayında gəlmişdim. 2 dənə şokolad qalıb bəsat gətirmişdik. İnşallah cümlə elçiliyə gedərsiniz. Sonra bildik ki, özünün istədiyi qız var imiş. Bu şeiri var 4-cü sinifdə yazıb. Nəsibov Xaliddin Vaqif oğluyam. Mən söz vermişəm ki, hərbiçi olacam. Atamın adını mən ucaldacam. Böyüyəndə isə general olacam. Məqsədi idi. Öz arzusunun ardınca getdi. Mamam çox əzəbləşirdi ki, bəs evə maaş vermir. Şəhid olandan sonra əskərləri danışırdı ki, maşının arxasını doldururdu, gətirirdi əskərlərinə ki, sizlə bərabər oturum, sizlə bərabər yiyim. Bir yetim əskəri var imiş, anası yox imiş. Prisyagaya gələndə valideynlər onu özü götürüb çıxardı. Zəng elədi, ağladı ki, mama hamının valideyni gəlmişdi, o uşaqdan heç kim yox idi. Mən bu gün ona ata oldum. Elə gözün açanda bizim həmişə hərbi müdirdə görmüşdü məni, əmilərini. 8-ci sinif bitirəndən sonra onda məsələ qalxdı ki, mən gedib hərbi liseyi oxumaq istəyirəm. Sözün düzü mən narazı oldum. Dedim, evin tək oğludur, yaxşı da məktəb oxuyordum, qiymətləri əlaydı. Dedi ki, get sən istədiyin ixtisası seç oxu, lazım olar gələcəkdə universiteti bitirəndən sonra ehtiyatlı olan zabit kimi gelib oxuyarsan, ya qalası xidmətdə davam eləyərsən, qulaq asmadı. 2 ay, 3 ay keçməmişdən sonra bunların qərəcə rəsi mənə zəng eləyib ki, ay Vaqif, xəbərin varmı? Xaliddin ərizə yazıb əlatdan, ərizəsindən onu getdilər, ön cəhbi apardılar. Düşmənlərin aralarında 60-70 metr məsafədə orada mövqedə dururdular. Mən soruşanda, mənə dedi, ata, gəldilər, seçdilər, mənə də yazdılar, apardılar. Sonra mən biləndə ki, öz ərizəsindən gedib tanımadım, dedi, ata, mən arxa cəbhədə papa-mama uşağı kimi oturmaq istəmədim ki, mən ön cəbhəni istəyirəm. Şəhid olandan sonra onun bir dəftər keçdi əlimdə, yarımçıq dəftər idi. Baxdım ki, orada yazır ki, mindik qatara, Ağdama yola düşdük, Ağdamda bayrağı püçülmüş halda geri gəldim, şəhid oldum. Xalidin orada da, burada şeir dəftəri var. Bu şeir dəftərində ancaq demək olar ki, vətənə, Qarabağa aid, nə bilim, torpağa aid olan şeirlərdir ki, bunlar hamısı mənim yanımda yazılıb, eyni partiyada otururduq biz. Eyni anadan olmasaq da, yəni eyni ata-anadan olan qardaşlığın yəni yüksək olub bizim dostluğumuz, qardaşlığımız. Onun haqqında danışanda kövrəlirəm. Ümumiyyətlə bütün şəhidlər haqqında. Döyüş yoldaşlarım gözüm qabağında şəhid olublar. Mən Xalidini itirib Qarabağ qazanmışıq. Mənim kimi neçə insanlar yoldaşını itirən, qardaşını itirən, övladını itirən hamı Qarabağ qazandı həqiqətən. Bu bizim zəfərimizdir, bu bizim qələbəmizdir düşmən üzərində. Qazax rayonunun Qarapapaq kəndinin fəxrinə çevrilən 22 yaşlı Xaliddin Nəsibov döyüşlərdə göstərdiyi şücaətə görə vətən uğrunda, Xocavəndin azad olunmasına görə Cəsur Döyüşçü medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilib.